Ramazan ayında hamı məndən soruşur, neyniyək, nə əməl eləyək? Amma mən belə deyərdim ki, neyniyək, necə eləyəkdən əlavə, başımızı qaldıraq deyə əcəb havası var Ramazan ayının. Allah iyi gəlir havadan, cənnət qoxusu gəlir, əcəb keyfi var. Biz bəzən başımızı aşağı salıb əməl soruşuruq. Amma günlər keçir, içimizdə sevinç var, onu kəşf edib bizə çıxarda bilmirik ki, bir dəfə belə ürək dolusu nəfəs al, nə gözəl aydı bu, nə keyf verir insana, nə ləzzət verir insana. 6-7 saat, 10 saatdən neçə saat az qalıram, amma bunun keyfinə bax. Yeməyin keyfindən qat-qat artıq keyfdir. Axşam da həmin yemək məni gözləyir. Oturacam iştahla daha böyük ləzzətlə yiyəcəm. Bu deməli mənə başdan ayağa ləzzət gətirib. Həm yeməmək ləzzəti gətirib, həm yeməyin ləzzətini artırıb. Mən minnətdaram bu aya. Yeməmək ləzzəti bir üstünə gözəl ləzzətdir. Bu ayda cənnət sizin üzünüzə açılıb Peyğəmbər buyurub. Bir o cənnətin nəfəs havası ilə doyunca nəfəs alaq. Hey başımızı qarışdırmayaq ki, neynəməliyəm, nə əməl eləyim, nə etməyim. Bununla məşğul olmayaq bu qədər də.